Tam orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bu imtahanda iştiraki nəzərdə tutulan 58.732 nəfərdən 407 nəfər imtahana gəlməyib, imtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. 300 bal toplayan şəxslərin siyahısını təqdim edirik.